Axşamınız xeyir əziz səhifə izləyiciləri. Səs necədir? Əgər bir problem varsa, hər dəfə səs problemi mənə deyirlər. Mənə xahiş edirəm, bildirərsiniz. Əziz səhifə izləyiciləri. Mən bu səhifədən 4 dəfə Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevlə görüşdə Baş Prokurorun yol verdiyi qanun pozuntularını, onun diqqətinə çatdırdığı məqamları sizə də ayrı-ayrı faktlarla söyləyəcəyimi demişdim. Bugün bu artıq 5-ci verilişdir. Birinci sizə bildirim ki, mənim məqsədim nədir və nə üçün mən bunu edirəm. Mən özüm bilirsiniz ki, 4 il Respublika Baş Prokurorluğunda işləmişəm. Və bir şeyi çox gözəl bilirəm ki, bütün hüquq mühafizə orqanlarında olan qanunçuluğun vəziyyəti birbaşa Baş Prokurorluqla bağlıdır. Ona görə ki, birinci növbədə Baş Prokuror bütün orqanlarda istintaq hərəkətlərinə nəzarət edən, prosesual tərəflərini təmin edən səlahiyyət sahibidir. Yəni, heç bir iş məhkəməyə Baş Prokurorluğun imzası olmadan getmir. Bütün istintaqlara da nəzarəti Baş Prokurorluq keçirir. Ona görə bizim bütün orqanlarda olan, o cümlədən məhkəmədə olan qanunun vəziyyəti birbaşa Baş Prokurorluqdan asılıdır. Baş Prokurorluq öz vəzifə səlahiyyətinə necə yanaşırsa da, bütün o strukturlarda da qanunçuluq o vəziyyətdədir. İkinci, məsələn, bugünkü işlə bağlı birbaşa məqsədim ondan ibarətdir ki, Azərbaycanda bugün bilməyən yoxdur ki, ölkənin az qala bir yarısı o biri yarısına qarşı dələduzluq faktları eləyibdir. Bugün mənə elə Facebook səhifəmə bir nəfər Gəncədən yazmışdı ki, Gəncədə bir qrup dələduzlar peyda olubdur. İnsanlara yüksək faizlərlə sələm verirlər və sonra bu sələmin deyək, nökərinə, əsrinə çevrilmiş insanların əmlaklarını əllərindən alırlar. Ölkədə bu günlərim tuğyan edən bu dələduzluqların başında birbaşa hüquq mühafizə orqanlarıdır. Bunu heç kimdən çəkinmədən deyirəm. Ona görə ki, vaxtilə Baş Prokuror Zakir Qaralov və Daxili İşlər Naziri Ramil Usubovun dövründə prezident aparatıyla razılaşdırılmış, heç bir qanuna sığmayan və bütün qanunlara zidd olan bir qərar qəbul ediblər, şifahi. Ki, dələduzluq işləri ilə bağlı prokurorluğun razılığı olmadan cinayətçi qaldırıla bilməz. Yəni, bu birbaşa həm cinayət qanunvericiliyinə, cinayət prosesual qanunvericiliyinə, konstitusiyaya zidd bir qərardır. Onu o vaxtların mənim başa düşdüyümə görə güya prezident aparatına xoş məramla vermişdilər ki, biz bu yolla dələduzluqların qarşısını alacağıq. Bundan istifadə edən hüquq mühafizə orqanları bütün dələduzluqların hamısını, adını qeyri-mülki qaydada həll eləyin məsələsi ilə başlarından edirlər. Və elə belə başlarından etmirlər. Bütün dələduzluq faktları ilə polisə, prokurorluğa daxil olan ərizələrin hər biri üzrə dələduzluq faktını törətmiş şəxs dəvət edilir. Ondan məbləğlər alınır və zərər çəkənə cavab verilir ki, sizin ərizənizdə cinayət tərkibi olmadığından, hadisədə cinayət tərkibi olmadığından gedin məhkəmələrə müraciət edin. Dələduzluq işləri üzrə, məhkəmə işləri isə müraciət edənlər illərlə məhkəmələrdə sürünüb bir qəpik ala bilmirlər. Və əvəzində həmin o dələduzlar zərər çəkənə deyir ki, sən şikayət elədin, mən sənə verəcəyim pulları orqanlara verdim. Bunu bütün ölkədə tüğyan elədiyini heç kim dana bilməz. İstənilən hüquqşünasdan, məhkəmələrdən,
Ya əhaliden soruşsun, olar sizə deyəcəkdir. İkincisi, əziz səfər izləyiciləri, mənim bu çıxışım keçən dəfə də demişdim, bir daha təkrar edirəm, Kamran Əliyevlə hansısa qərazımdan irəli gəlmir. Əksinə, mən prokurorluqda işlədiyim son illəri, son dövrləri Kamran Əliyev prokurorluğa mühüm işlər müstəntiqi kimi gəlib və hər dəfə görüşəndə də mənə xüsusi hörməti olduğunu özü bildiribdir. Ən əsası isə odur ki, mənim bu gün buradan baş prokurorluğa irad bildirməyə mənəvi haqqım var. Ona görə ki, Kamran Əliyev və prokurorluqda işləyənlərin hər biri bilirlər ki, mən 4 il prokurorluqda işləmişəm və bir nəfər deyə bilməz ki, Aslan İsmailov işlədiyi dövrdə 1 manat orada rüşvət alıbdır. Ona görə də hamısı mənə anormal adam kimi o vaxtlar baxırdı. İndi görünür, normal olmaq yolunu artıq hamı tapıbdır, o anormallar da qalmayıbdır. Bugün sizə söyləyəcəm konkret bir cinayət işi ilə bağlıdır. Mən bu cinayət işini təxminən 2023-cü ilin əvvəllərində götürmüşəm. Yəni o 2022-nin sonunda vəkilliyə başladım. 2023-cün əvvəlində məndən xahiş elədilər və bir nəfər mənim qəbuluma gəldi. Fərman Piriyev adlı adam Rusiyada yaşayır. 2 gözdən əlil oğlu var. 2 gözdən əlil oğlu. Xahiş eləyəm bunu diqqətinizə çatdırın. Mənə izah elədi ki, və sonra gördüyüm deyək, hadisələr də onu bir daha təsdiq etdi ki, o şəxs mənimlə həmişə səmimi olub və düzünü deyibdir. 16-17 yaşından evin böyüyü olub, çox kasıb olduqlarından bu fəhlələrə qoşulub o vaxtı deyirdilər ki, Zarabatkaya gedibdir Rusiya. Gedibdir Rusiyaya, Sibirə, oradan gedib əskəriyə, əskərlikdən qayıdıb yenə həmin yerə, orada bir xanımla evlənib və fəhləlikdən başlayıb böyük bir iş adamına çevrilir. Bütün bacı qardaşlar bundan kiçik olduğuna görə ömür boyu bu bacı qardaşlar üçün hər şey edibdir. 5 qardaş, 2 bacı olublar. Və uzun illər ərzində bunun yoldaşı buna deyibdir ki, siz Azərbaycanlılar mərd adamlarsınız, ona görə bizim 2 gözdən əlil uşağımız var. Sən imkanın nə olanda Azərbaycanda mal, mülk al ki, bizdən sonra balalarımız sahibsiz qalmasın, sənin qardaşların onlara başçılıq eləsin. Bu da o cür eləyir. Xüsusilə bunun kiçik qardaşı olur Qurban Piriyev. Bu vaxtilə Azərbaycan Dəmir Yollarında Nəqliyyat İdarəsinin rəisi işləyib. Sonra Cavid Qurbanovla bir yerdə gəlibdir Azərbaycan yollarında, Azərbaycan Yolları Səhmdar Cəmiyyətində Cavid Qurbanovla işləyib, idarə rəisi. Ondan sonra Cavid Qurbanovla gəlibdir dəmir yollarına və Bakı-Tbilisi-Kars dəmir yolunun rəhbəri olubdur. Yəni kifayət qədər son illər imkanlı olubdur. Amma ona qədər onun oxumağı da, işləməyi də, işə düzəlməyi də, işdə vəzifədə yüksəlməyi də hamısı böyük qardaşı Fərman Piriyevin hesabına olubdur. Ona görə ki, Fərman Piriyev Rusiyadan Azərbaycan Yolları Səhmdar Cəmiyyətinə ucuz qiymətə çoxlu sayda texnika alıb göndəribdir. Və pullarını əvvəldən həmin o Fərman Piriyev veribdir. Sonralar bu Qurban Piriyev və Fərman Piriyev də aldığı əmlakı təxminən 8 adlı əmlakdır. Əsasən bu qardaşı ən çox etibar elədiyi, həm də vəzifəyə yüksəlməsində kömək elədiyi Qurban Piriyevin adını alır. Qurban Piriyevin həyat yoldaşı özünə qəsd edir, öldürür. O hələ müəmmalı halda necə olubdur. Amma o özünü öldürməmişdən əvvəl Fərman Piriyevi xəbərdar eləyir ki, Qurban sənə heç bir əmlak qaytarmayacaqdır. Ondan az müddət sonra bu özünü öldürür, Fərman Piriyev qayıdır və elə dəfn mərasimindən sonra xahiş eləyir ki, əmlakçıları onun adına keçirilsin və həngamə buradan başlayır. Mən məlumat üçün sizə bir şey də bildirim ki,
Bu Qurban Piriyev bir dəfə 500 bin dollar veribdi icra başçısı getmək üçün. Nərimanov rayonunda da iş olub o barədə. Sonra yəqin çoxları bilər ki, Bakı Hava Yolları Polis İdarəsinin rəis müavini İldirimzadə olubdu. Rasim İldirimzadə var idi. Yusif İldirimzadənin qardaşı indi səhv etmirəmsə həbsdədir. Həmin o Fərman Piriyevin 500 bin, Qurban Piriyevin 500 bin dollar icra başçısı alıb göndərəcək deyənlər sonra pulun dalına keçirlər və həmin o Rasim İldirimzadə də sonra həbs olunur. Ondan başqa Balakən Bələdiyyəsində işləyən bir xanım olur, indi adım yadımda deyil. O xanımla bağlı da o da özünə qəsd eləyir. Ona görə ki, onun vasitəsilə də 300 bin dollar alınır ki, bunu deputat eləyəcəklər. Yenə bunu atırlar. Bu həmin Qurban Piriyevdir. Qurban Piriyev, Fərman Piriyevə əmlakçılarının qaytarmağını imtina eləyir. Onu da qeyd edim ki, bunlar 5 qardaş, 2 bacıdır. 2 bacı və qardaşları Kənan, Fərrux. Mən işi götürmüşəm 2023-cü ilin əvvəllərində. Artıq 7-si iyulda Daxili İşlər Nazirliyinə müraciət eləmişəm ərizə ilə. Bütün dələduzluq faktlarını təsdiq edən faktlarla, sənədlərlə. Nə faktlar, sənədlər var? Birinci, bunun öz doğma bacı qardaşları. İkinci, bütün Balakən cəmaatı hamısı bilir ki, Fərman Piriyev çox imkanlı olub və bütün qardaşların əmlaklarını Fərman Piriyev alıbdır. Fərman Piriyev indi öz qardaşlarına hədiyyə kimi aldığı əmlakları tələb eləmir. Ancaq o əmlakları ki, 8 adlı əmlakdır, özü üçün alıbdır, onu tələb edir və Qurban Piriyev də qaytarmaqdan imtina edir. Birinci dəfə rədd elədi Mütəşəkkil Cinayətkarlara qarşı mübarizə idarəsi ki, sübutlar yoxdur. Nə kimi sübutlar var? Dediyim kimi, qardaş və bacılar hamısı deyir ki, bu əmlakçılar Fərman Piriyevindir, böyük qardaşındır. Ondan başqa bu əmlakçılarla bağlı Fərman Piriyevin Qurban Piriyevə göndərdiyi bir çox vəsaitlər bank vasitəsilə gəlibdir və onları Qurban Piriyev qəbul edib. Ondan başqa Rusiyadan bir çox iş adamları mənim xahişim, təklifimlə gəlib, burada ifadə veriblər ki, bəli, biz fərmandan əmlak fərmanın adına alınması üçün pulları gətirib Qurban Piriyevə vermişik. Ondan başqa Qurban Piriyev hər əmlak alındıqca əl yazmaları var. Əmlakçılarla bağlı hesabat verir. Filan yerdə torpaq aldım, bu qədər pul xərclədim. Sənədlər düzəltdim, bu qədər pul xərclədim. Daş kəsək taxta aldım, bu qədər pul xərclədim. Bu sənədlərin də hamısını vermişik. Ən əsası isə Fərman Piriyevlə Qurban Piriyevin oğlu Natiqin telefon danışıqları var. O telefon danışıqlarında Qurban Piriyevin oğlu Natiq Piriyev etiraf edir ki, bəli, əmi, mən bilirəm ki, bizim nəyimiz var, hamısını sən eləyibsən. O əmlakların sənin olduğunu da bilirik. Amma indi qardaşın tərsliyə eləyib vermək istəmir. Bu da atasının oğludur. Ona görə əmsinə deyir ki, əmi sən gözlə, onsuz da əmlakçılar mənim adıma keçəcək. Mənim adıma keçəndə mən bunun hamısını sənin adına qaytaracam. Həmin telefon danışığında Fərman Piriyev də deyir ki, ay bala, mən sağ ikən mənim əmlakımı vermirsiniz, öləndən sonra verəcəksiniz. Deyir, mən əmi, mən heç vaxt yaddan çıxartmaram, mənim toyumu da sən eləyibsən. Mən hamısını eləyəcəm. Mən bu sübutların hamısını orqanlara, mütəşəkkil cinayətkarlara qarşı mübarizə idarəsinə təqdim etmişəm. Buna baxmayaraq, mütəşəkkil cinayətkarlara qarşı mübarizə idarəsi 3 dəfə mənə rədd qərarı veribdir. Ki, cinayət işi başlanması rədd olunur, ona görə ki, prokurorluq burada cinayət tərkibi olmadığına görə bizə icazə vermir. 3 dəfə 2 may 24-cü ildə
İkinci dəfə 20 sentyabr 24-cü ildə, üçüncü dəfə 11 noyabr 24-cü ildə Nərimanov məhkəməsində bu qərarların qanunsuz olması ilə bağlı məhkəmə qərarları çıxarılmasına nail olmuşam. Bu işlə bağlı Daxili İşlər Naziri Vilayət Eyvazovun qəbulunda olmuşam. 3 dəfə baş prokuror Kamran Əliyevin qəbulunda olmuşam. Hər dəfədə Kamran Əliyevə deyəndə mənə deyib sübutlar yoxdur. Sonuncu dəfələr o vaxtlar orada Daxili İşlər Nazirliyinə Nəzarət İdarəsinin rəisi var idi. Adı yadımdan çıxdı indi. İlqar Natiq Abdullayev. Əvvəl həmin o sübutları Natiq Abdullayevə verirdim. Ondan sonra hər dəfə mənə deyiləndə ki, yoxdur. Sonuncu dəfə baş prokurorun özünə də vermişdim. O sonuncu görüşdən əvvəl. Hörmətli Kamran müəllim, mən hesab edirdim ki, aldadırlar. Sizə yalan deyirlər. Bu səs yazıları, bu hesabatlar ki, bu pulları alıb vermir, bu şahid ifadələri, hamısını baş prokurorun özünə də verdim. Yəni, mənim heç bir şübhəm yoxdur ki, bütün o qanunsuzluğun başında duran baş prokuror Kamran Əliyevdir. O bilir bunun hamısını. Hörmətli səhifə izləyiciləri, mən 40 ilə yaxındır ki, 40 ildən artıqdır hüquq mühafizə orqanlarında işləyir və hüquqdan da çox başım çıxır. Burada cinayət tərkibi olması heç kimdə şübhə doğurmur. Yəni, o ki, dəfələrlə getdim baş prokurorun qəbuluna, hər dəfə ki, ondan sonra tapşırdı bir dəfə bir köməkçisinə, köməkçi mənlə müzakirə elədi, mən sənədləri, sübutları ona da təqdim etdim. Və köməkçi üzvə baxa-baxa deyir ki, cinayət tərkibi yoxdur. Ondan sonra mən ölkədə yəni özümə şübhə eləyib, ölkədə tanınmış prokurorluq işçiləri, məhkəmə işçiləri, vəkillərlə də məsləhətləşdim. Ki, mən sizdən xahiş edirəm. Və bu işin hallarına baxın, bir mənə deyin, doğrudan bəlkə yaşdaşmışam, mənim savadım azalıbdır, mənim başım çıxmır. Yəni, hamının dediyi bir söz oldu ki, bu 2 dəfə 2-4-dür ki, bu dələduzluq hadisəsidir. Nə üçün qaldırmırlar? Mən indi bu işlə bağlı məndən çox hörmət elədiyim həmkarlarım xahiş edibdir. Ki, maksimum Allah rəhmət eləsin, mən bu günlərdə paylaşmışdım ki, rəhmətli Rafiq Qvalacı, bir də rəhmətli Mahir Muradov, yəni bunlar mənə qarşı münasibətlərini heç vaxt dəyişməmişdir. İkisi də Konstitusiya Məhkəməsinin üzvləri idi. Rəhmətli Rafael Qvalacı əvvəl Ali Məhkəmədə işləyirdi, sonra Konstitusiya Məhkəməsinə işləyirdi. Mahir Muradov uzun müddət prokurorluq orqanlarında işləyirdi, sonra az müddət Konstitusiya Məhkəməsində işlədi və indi hər ikisi Allah rəhmət eləsin, rəhmət ediblər. Onlar hər ikisi bu günlərin mənə zəng eləyən dostlardan biri də, mən yazımda yazmışdım, rəhmətli Rafael Qvalacı ilə bağlı ki, mənə görəndə deyirdilər, aslan mənim, biraz barıtınaz elə. Bir gün mənə zəng eləyən həmkarım da məndən xahiş elədi ki, çox xahiş eləyən, biraz barıtını az eləyin. İnanın, mən sizə deyirəm. Mən bu işdə gördüyüm, bildikləri burada söyləsəm, yəni, təsəvvür eləmirəm nə olar. Mən qorxacağım bir daha deyirəm, mənim heç şey yoxdur. Mən bu həyatı şərəflə yaşamışam və bu cürdə həyatdan keçmək istəyirəm. Və bu işdə də, yadınızda sizə Elton Məmmədov işi ilə bağlı olanda demişdim ki, mənim müştərim Lübov Bağırovada 3 dəfə məndən imtina etdirmişdilər ki, imtina et, kömək eləyəcəyik. Eyni işi də Fərman Piriyev mənə bir dəfə 5-i iyun 23-cü ildə etibarnamə verib. Sonra bir dəfə də yenə Kamran müəllimin qəbulunda olandan sonra mənə prokurorluqdan zəng elədilər ki, mən zəng eləyib işlə maraqlananda, dedi, sizin maraqlanma ixtiyarınız yoxdur. Ona görə ki, Fərman Piriyev sizlə bağlı müqaviləsinə etibarnaməyə xitam veribdir. Ondan 5 gün sonra Fərman Piriyev yenidən mənim yanıma gəldi. Və yeni etibarnamə verdi mənə. Bunu.
İki etibarname. Bu etibarnamelerden biri 5 iyun 2023 yıl, ikincisi ise 24 sentyabr 2025 yıl. Yani ben yenə deyirəm də, çox şey görmüşəm, məni nəyləsə də qanunsuzluqla, hansısa deyək qanunsuz hərəkətlə təəccübləndirmək olmaz. Amma məni təəccübləndirən bir şey var. İnanın, tam səmimi deyirəm. Yəni, necə prokurorluq işçiləri o səviyyədə, o vəziyyətə düşələr ki, müştəriyi də alladalar ki, sən Aslan İsmayılovdan imtina elə, biz sənin problemini həll edəcəyik. Vallahi ayıbdır. Mən yəni çox danışmaq istəmirəm. Mən dedim, faktları sadalayacağım və sadalayıram. Amma bir şey buradan bir daha təkrar edirəm. Məni məyus edən bir şey var. Ona görə ki, mənim ancaq birinci çıxışımdan sonra bu məsələ ilə bağlı dərhal ölkə rəhbərliyində maraqlanmalıydılar. İki şeydən biri olmalıdır. Ya Aslan İsmayılov həddini aşıb, hamıya böhtan atır. Ona görə Aslan İsmayılov böhtan attığına görə, qanunu pozduğuna görə, xüsusilə baş prokuror Kamran Əliyevə qarşı ittiham irəli sürdüyünə görə, böhtana görə həbs edeyim. Yox, bunu eləmirsiniz. Birinci oturup araştırmaq lazımdır. Bir nəfər məni dəvət eləməlidir ki, bax orada ağzına gələni deyibsən, gəl sənədlərlə bizə sübut elə. Mən də sizə deyim, bax bu qədər sənəd var. Bax, burada yüzlərlə səhifə bir iş üzrə olan yazışmalardır. Bircə iş üzrə. Və mən sizə sadaladığım bütün işlər üzrə bundan çox da məndə ərzə şikayətlər var. Heç kim maraqlanmayıbdır. Mən buradan bir də hamını yadına salıram. Elə bu yaxınlarda ölkə prezidenti çıxış eləyib, hamıya dedi ki, sizdən xahiş edirəm, ictimai nəzarəti təmin edin. Bax, mən o ictimai nəzarəti təmin etmək istəyən, yəni prezidentinə inanıb, ona yardım etmək üçün, bəlkə də həyatını riska qoyan bir adamım. Ona görə ki, mənim hansısa bir nöqsanım olsa, mən əminəm ki, bu orqanlar çoxdan məni dəfn eləmişdilər. Hərçənd ki, bu gün də araşdırmalarını aparırlar. Ondan heç bir şübhəm yoxdur. Kimlər məndən işləyib, nə vaxt işləyib, kim hüququnu müdafiə eləmişəm, nə eləmişəm. Axtarsınlar, üzr istəyirəm, o qum göyərənə qədər. Yox, əgər mən düzəmsə də, niyə buna heç bir reaksiya yoxdur? Həmin bu Fərman Piriyev işinlə bağlı, mən indi sizə dedim hər dəfə, mən daxili işlər orqanlarını müdafiə etmək fikrində deyiləm. Ona görə ki, eyni qanunsuzluqlar da orada var. Amma bu işlərlə bağlı konkret hər bir işlə, konkret Fərman Piriyevin işi ilə bağlı Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin müraciəti var. Baş prokurorluğa ki, burada cinayət tərkibi var, bizə icazə verin, biz o cinayətçi qaldırıb, Qurban Piriyevi cinayət məsuliyyətinə cəlb edək. Niyə baş prokuror Kamran Əliyev bunu eləmir? Bu nə gözü kölgəlikdir? Mən çox şey burada açıqlamıram, amma Kamran Əliyevlə görüşdə mən hər şey açıq, onu açıq demişdim. Nə olub, necə olub və bu gözü kölgəliyin arxasında duran nədir? Mən yenə deyirəm, mən çox şey demirəm. Ona görə ki, birinci baş prokurorun vəzifəsinin ali dövlət orqan vəzifəsi olduğunu çox gözəl bilirəm. Kim tərəfindən də təyin olunduğunu da bilirəm. Mən o təyin edən şəxsə görə çox şeyləri açıqlamıram burada. Amma bir şeyə büyün xahiş edirəm. Yəni bu qədər saymamazlıq, bu qədər görməməzlik olmaz. Əgər mən 40 ildən artıq bu orqanlarda işləmiş, prokuror, vəkil, hakim, prezident aparatında, yəni bunları deyirəmsə da, mənə reaksiya verilmirsə da, adi bədbəxt o kəndçi Fəhlə babanın ərzə şikayətinə kim baxacaqdır? Özdə bu faktları mən görüşəndə həmin elə bu işlə bağlı da
Prezident aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda həmin o Natiq Abdullayevin iştirakı ilə bir də Daxili İşlər Nazirinin müavini var idi. Yadımdan çıxdı. Onun iştirakı ilə bütün çılpaqlığı ilə bu faktları demişəm orada. Yani bu günlərin bir yazı yazdım ki son vaxtlar bu tənqidi mətbuat demək olar məhv olubdur. Məhv edilib daha doğrusu. Amma əgər bu hakimiyyət ölkədə bu baş verən qanunsuzluqlara göz yumacaqsa, bu elə hakimiyyətin ən böyük faciəsidir. Tam ciddi deyirəm. Bu qədər şeyi görməməzliyə vurmaq olmaz. Yaxşı, çıxış yolunu tapdınız, Aslan İsmailovu da həbs elədiniz, qatdınız o birilərinin içinə. Sonrası sizin üçün faciə ilə qutaracaqdır. Vətəndaşın problemini bilmək, dinləmək, tədbir görmək, onları küçələrə tökülməyə məcbur etməmək deməkdir. Siz bunu eləməyəsiniz 1 il, 2 il, 3 il, sona qədər heç bir yerdə dözülmür. Sonda faciə baş verir. Ona görə mənim bu günlərim davam tək Aslan İsmailov, Kamran Əliyev davası deyil. Həm də cəmiyyətdə insanların ərzə şikayətlərinə olan biganəlikdir. Bu günlərim 100% göndərilən ərzə şikayətlər hamısı həmin o qanunsuzluğu törədənlərin özlərinə qaytarırlar. Ki, sən buna cavab verginən. Bu isə yol verilməzdir. Sonda deyəcəyim bir şey var, əziz səhifə izləyicilərim. Mən heç də pesimist deyiləm. İnanıram ki, mənim bu cəhdlərim də heç də faydasız keçməyəcək. Bu günlərim reaksiya verməsələr də rəsmi, qeyri-rəsmi bilirəm ki, çoxlarının başı ağırdadır. Çoxları bu problemdən necə deyək, çıxmaq fikirləşirlər. Məni yalan çıxartmaq, mənim qərazda olmaq, nəsə indi bir fikirləşirlər, olan öz problemidir. Ancaq mən dünən gördüyüm bir şeyi deyim sizə. O yazmışdım, Rafael Gualazi ilə bağlı, o rəhmətli mən tanımışam, 89-cu il Azərbaycana gələn vaxtlar mən Respublika prokurorundan Ali məhkəmədə işlərə çıxırdım. Ancaq Ali məhkəmədə işlərə çıxırdım. İlk günlərdən onu tanıdım. Elə sonra ömrünün son gününə qədər də sonuncu yazışmamız da 15 dekabrda olmuşdu. Və o sonra dünən dəfni oldu onun. Mən o dəfində bu Gürcü balası Rafael Gualazinin dəfində nə qədər adamlar gəldiyini gördüm. Bir var, deyək, o kilsədən götürdülər ora, bir var qəbirstanlığa, Qurd qapısı deyilən yerə. Yüzlərlə adam oraya gəlmişdi. Öz oraya gələnlər Rafiq pensiyadaydı. Rəhmətli 2 ya 3 il bundan təqaüdə çıxmışdı. Gələnlərin əksəriyyəti mən o köhnə prokurorluq məhkəmə işçiləri idi. Özdə vicdanları ilə seçilənlər idi əksəriyyəti. Bunlar hamısı Rafiqin ədalətli olduğuna görə gəlmişdilər oraya. Bu həyatı vicdanla yaşadığına görə gəlmiş. Biz hamımız ölüb gedəcəyik. Heç kim burada duran deyil. Ona görə mən hamınızdan bir xahişim var. Vəzifə, səlahət sahibi olanlar bilsinlər ki, bu dünya ölümsüz deyil. Qoy onun da dəfində gələndə elə gəlib deməsinlər ki, Allah yanındakına rəhmət eləsinlər, desinlər özünə rəhmət. Necə ki, Rafiqin hamı danışanda bir röya ağrısından danışırdı. Yəni, bilin ki, qanundan üstün olan da uca Allah var. Oldu, əziz səhifə izləyiciləri. Hamınıza təşəkkür edirəm dinlədiyinizə görə. Və bəlkə birinci dəfədir mən xahiş edəcəm ki, maksimum bu yazını paylaşın. Paylaşın şərhlərdə, tək prokurorluqda yox, prokurorluqda, polisdə, məhkəmə orqanlarında rastlaşdığınız qanunsuzluqları da hamısını yazın ora. Ona görə ki, sizin hamınızı əmin edirəm. Mənim bu səhifəmi vəzifədə olan bütün hüquq mühafizə orqanları rəhbərlərindən tutmuş sıravi işçilərinə qədər izləyirlər. Hər biri ona görə də elə həmin mənim o 5 yazma ortalama hər birinə 100 mindən artıq adam baxıbdır. Ona görə bir daha hamınıza təşəkkür edirəm, salamat qalın.
İnanıram ki biz bu çətin məqamdan çıxacağıq. Bir də sonunda bir şey deməz həmvətənlərim. Mənim bu cür bu həyəcan təbili çalmağımın bir səbəbi də ondan ibarətdir ki, bu dəqiqə dünya qarışıb, it yəsin tanımır. Sağda, solda, indi fikir verirsin, Rusiya, Ukrayna, burada İran, nə baş verir? Biz balaca bir ölkəyik. Bu ölkədə də əmin amanlığı təmin etmək üçün hakimiyyət nümayəndələri birinci növbədə onu bilməlidirlər ki, vətəndaşını narazı salma. Ədalət olan yerdə az yalavac olan vətəndaş da dözümlü olacaq, onu bilin. Ədalət olmayan yerdə qarın tox da sabah üsyana qalxacaq. Allah elə şeylərdən bizi uzaq eləsin. Biz gənc balalarımızın 30 il qanı bahasına görə müstəqilliyimizi təmin etmişik. İndi normal dövlət quruculuğuna keçməliyik. Sonunda dönə-dönə bir daha üzr istəyirəm. Buradan bir daha Ramiz Mehdiyev işinə qayıdıram. Çoxları onunla bağlı çox narahatdır ki, başdan elan elədilər, sonra hər şey yatüt oldu. Xeyr, mən 3 ya 4 gün bundan qabaq bir vəkillə danışdım. Özü Əli Həsənovun dövlət təhlükəsizliyi xidmətinə gəlib ifadə verdiyini görmüşdü. Ona görə mən başa düşürəm ki, o çox mürəkkəb işdir, çox çətin işdir. Amma buradan yenə hakimiyyət rəsmilərinə müraciətim var. O işlə bağlı mütəmadi vətəndaşları məlumatlandırmaq lazımdır. Sağ olun, gecəniz xeyirə qalsın.